Hacının bu qədər sevilməyində bayaq dediyimiz xüsusiyyətlər öz əksini tapır. Hər kəsə ayrı diqqət göstərməsi, xutbələrində daim vətənpərvərliyi, milli mənəvi dəyərlərimizi, dövlətçiliyimizi təbliğ elirdi və insanlar da bunu görürdü. Və bu sevgi bu amillərdən formalaşmışdı Hacıya qarşı. İnsanlara doğru yol göstərirdi, insanları pis vərdişlərdən, pis yollardan, zərərli insanlardan uzaq durmağı aşılayırdı həmişə öz söhbətlərində və bütün bunlar Hacının həqiqi bir din xadimi, həqiqi Allah adamı olmağını göstərirdi və bütün bu sevgiləri məhz həmin o həqiqi din xadimi olmağına görə qazanmışdı bütün xalqımız tərəfindən və onun dəfn mərasimi və dəfindən sonraki izdiham xalqımızın Hacıya olan sevgisi idi. Bu söz ki işlətdən həqiqi din xadimi mən nəyə xatırlatdı? Bizdə Sovet dövründə o vaxt həm sinemanın rolu da bunda olub. Həmişə bizdə bədii əsərlərdə də bu göstərilib ki, yəni bir molla obrazı olub. Yəni bu personajın, bu mollanın başlıca məqsədi məclisə gedib küftə bozbaş yemək və yaxud da aşın yağlı yerini yemək. Ali məqsəd bundan ibarətdir və pul qazanmaq bu prosesdən. Amma Hacı Şahin Həsənli məncə